Qoç bürcü. Tez tənzimləməli olacaqsınız, lakin bu sizin üçün çətin olmayacaq. Əvvəlki öhdəliklər sizə özlərini xatırladacaq və siz dərhal onlara qayğı göstərməlisiniz. Bir çox qoç diqqətli və intizamlı olacaq, bu da istənilən şəraitdə çox kömək edəcək. Bütün planlaşdırdığınız işlərin öhdəsindən gözlədiyinizdən daha tez gələ biləcəksiniz. Eyni zamanda özünüzü çox qiymətləndirməyin. Həddindən artıq optimizm sizə qəddar zarafat edə bilər. Tələsik vədlər verməyin, onları yerinə yetirə bilməyəcəyiniz riski var, bu da nüfuzunuza ən yaxşı təsir göstərməyəcək. Buğa bürcü. Əgər vacib işlərinizi planlaşdırırsınızsa, mümkün qədər tez onlara nail olun. Səhər enerji ilə dolu olacaqsınız, bir çox maraqlı şeylər ortaya çıxara, hətta cəsarətli planları həyata keçirə biləcəksiniz. Bir çox buğalar yaxın gələcəkdə onlar üçün faydalı olacaq bir şey öyrənəcəklər. Biznes və ya karyera inkişafınız üçün çox faydalı olacaq insanlarla tanış ola biləcəksiniz. Günün sonunda əsəbilik yığılacaq və özünüzü idarə etmək çətin olacaq. Heç bir mübahisədə üstünlüyü əldə etməyə çalışmamalısınız. Başqaları ilə yaxşı münasibət saxlamaq daha vacibdir. Üstəlik, münaqişə üçün heç bir real səbəb olmayacaq. Əkizlər bürcü. Məyusluqla üzləşməli olacaqsınız, çünki bütün planlarınız həyata keçməyəcək. Bəzən vəziyyətlər açıq şəkildə uğursuz inkişaf edəcək. Bu vəziyyətdə israr etməmək, daha sonra işləri təxirə salmaq daha yaxşıdır, xüsusən də təcili işiniz olmayacaq. Bir çox əkizlər yaxınlarınızla ünsiyyətdə xüsusi incəlik nümayiş etdirməlidirlər, xırda fikir ayrılıqları böyük problemlərə çevrilə bilər. Təmizləmək və lazımsız şeylərdən qurtulmaq imkanı olacaq. Axşam çoxdan görmədiyiniz dostlarla görüş üçün əlverişlidir. Xərçəng bürcü. Səhər sizə elə gələcək ki, gün heç də yaxşı getmir. Bir az gözləyin, bütün məsələlər bəzən sizin iştirakınız olmadan da xeyrinizə həll olunacaq. Əksər xərçənglər səbirli olmalı və xırda şeylərə həddindən artıq əhəmiyyət verməməli olacaqlar. Onda siz başqaları ilə fikir ayrılıqlarından qaça və bərabər düşüncə tərzini qoruya biləcəksiniz. Günün ortasında cazibəniz artacaq və bu, bir çox hallarda kömək edəcək. Digər insanlar sizinlə yarı yolda görüşməyə, dəstək və iştirak təklif etməyə hazır olacaqlar. Uzun müddətdir yaxşı tanıdığınız bir insanla romantikanın başlaması çox ehtimal olunur. Şir bürcü. Xoş anlar olmadan olmasa da olduqca çətin gündür. Bir çox şir bürcü başqalarının fikir və hisslərini asanlıqla başa düşə biləcək, bu da onlara demək olar ki, hər kəslə razılığa gəlməyə kömək edəcək. Günün ilk yarısında çoxdandır gözlədiyiniz xoş xəbərlər almaq mümkündür. Bununla belə, bütün planlarınız həyata keçməyəcək. Əvvəlki öhdəlikləri xatırlamalı və köhnə borcları qaytarmaq üçün səy göstərməli olacaqsınız. İlk cəhddə hər şey nəticə verməyəcək. Vəziyyətlər həmişə sizin xeyrinizə nəticələnməyəcək, ona görə də səbr və əzmkarlığa ehtiyacınız olacaq, onda hər şey yaxşı olacaq. Qız bürcü. Xırda şeylərə çox əhəmiyyət verməyin. Başqalarının zəif tərəflərinə qarşı dözümlü olun və gün çox yaxşı olacaq. Böyük miqyaslı ideyaları həyata keçirə biləcəyiniz ehtimalı azdır, lakin qızların əksəriyyəti cari işlərin öhdəsindən uğurla gələcəklər. Həmişə başqaları ilə ortaq dil tapa bilməyəcəksiniz, amma cəhd etsəniz, hər şeydə razılaşa biləcəksiniz. Əşyaları və sənədləri qaydaya salmaq üçün yaxşı gündür. Ciddi söhbətlərə başlamamalı və vacib qərarlar qəbul etməməlisiniz, hər zaman hərəkətlərinizin mümkün nəticələrini qiymətləndirə bilməyəcəksiniz. Tərəzi bürcü. Sakit və balanslı olacaqsınız, ona görə də istənilən sürprizin öhdəsindən gələcəksiniz. Bəzi tərəzilər yaxınlarınıza problemlərinin həllində kömək etməli olacaqlar. Bu, yorucu olmayacaq və münasibətlərinizə faydalı təsir göstərəcək. Qonaqları qəbul etmək üçün yaxşı gündür, xüsusən ümumi peşəkar maraqlarınız varsa yaxşıdır. Ünsiyyət sizə zövq verməklə yanaşı, həm də faydalı fikirlər gətirəcəkdir. Uzun müddətdir sizi narahat edən məsələlərə aydınlıq gətirmək fürsəti yaranacaq. Baxış nöqtələriniz hər şeyə uyğun gəlməsə belə, qarşılıqlı anlaşmaya nail olmaq olduqca asan olacaq. Əqrəb bürcü. Səbir və ehtiyatlılıq sizə faydalı olacaq. Duyğuların öhdəsindən gəlmək həmişə mümkün olmayacaq, buna görə də yaxınlarınızla mübahisələr və fikir ayrılıqları ehtimal olunur. Bir çox əqrəblər xırda şeylərə həddindən artıq əhəmiyyət verəcək və əsas şeyə diqqət yetirməyəcəklər.
Ona görə də gün ciddi məsələlər üçün çox münasib deyil. Ancaq yığılmış ev işləri ilə məşğul olmaq yaxşı olacaq. Tədricən özünüzü bir yerə çəkə biləcəksiniz, buna görə də günün qalan hissəsi yaxşı keçəcək. Faydalı tanışlıqlar etmək və ya ayrıldığınıza peşman olduğunuz insanlarla yenidən ünsiyyət qurmaq fürsəti yaranacaq. Oxatan bürcü. Bir çox cəhətdən şanslı olacaqsınız, lakin bu öz səylərinizi edə bilməyəcəyiniz demək deyil. Optimist münasibətiniz sizə istənilən problemin öhdəsindən oynamağa imkan verəcək. Ətrafınızdakı insanlar sizə qarşı xüsusilə mehriban olacaqlar, ona görə də son vaxtlar tez-tez toqquşduğunuz insanlarla münasibətləri bərpa etməyin vaxtıdır. Hətta bəzi köhnə rəqiblər də sizin müttəfiqləriniz olacaq. Səfərlər yaxşı keçəcək, xüsusən də uzun və uzaq səfərlər. Yol asan olacaq və parlaq təəssüratlar uzun müddət yaddaşınızda qalacaq. Xoş sürprizlər və qiymətli hədiyyələr istisna deyil. Oğlaq bürcü. Ən vacib işləri mümkün qədər tez etməyə çalışın. Günün ilk yarısı uzun müddətdir təxirə saldığınız işlər üçün idealdır. Bir çox oğlaq etibarlı müttəfiqlərin dəstəyinə müraciət edəcək, ona görə də onlar qeyri-adi rahatlıqla bütün işlərin öhdəsindən gələcəklər. Uğurlu tanışlıqlar mümkündür ki, bu da yaxın gələcəkdə həyatınıza yaxşı təsir edəcək. Günün ikinci yarısında soyuqqanlılığınızı qorumaqda çətinlik çəkəcəksiniz. Bununla belə, sizin üçün vacib olan insanlarla ünsiyyətdə mümkün qədər nəzakətli olmalısınız. Yalnız bu halda siz xırda məsələlərlə bağlı ciddi münaqişələrdən qaça biləcəksiniz. Dolça bürcü. Vəziyyətə uyğunlaşa bilənlərin günü yaxşı keçəcək, digərləri isə daha çətin günlər keçirəcək. Bir çox dolçalar əhval dəyişikliyi yaşayacaqlar, bunun öhdəsindən gəlmək asan olmayacaq. Bəzi etibarlı tərəfdaşlar xoşagəlməz vəziyyətlərin birləşməsi səbəbindən sizi ruhdan sala bilər. Elektrik cihazlarından istifadə edərkən təhlükəsizlik tədbirlərinə riayət etmək vacibdir. Ehtiyatsızlıq nəticəsində kiçik təsadüfi xəsarətlər mümkündür. Günortadan sonra hər şey tədricən yaxşılığa doğru dəyişəcək. Həmişə anlaşmaqda çətinlik çəkdiyiniz insanlarla belə ümumi dil tapa biləcəksiniz. Kifayət qədər səy göstərsəniz, gələcək uğurun əsasını qoyacaqsınız. Balıqlar bürcü. Əgər bəxtiniz gətirsə, ciddi səhvlərdən qaça biləcəksiniz. Bununla belə, kiçik çətinliklərdən qaça bilməyəcəksiniz. Bir çox balıqlar öz imkanlarını həddən artıq qiymətləndirməyə, tələsik vədlər verməyə və eyni anda bir neçə işi öz üzərinə götürməyə meyilli olacaqlar. Nəticədə çətin ki, ən azı bir şeyi tamamlaya biləsiniz. Böyük layihələrə başlamamalı və mühüm qərarlar qəbul etməməlisiniz. Dostlar və qohumlarla fikir ayrılıqlarından qaçmaq çətin olacaq. Qeyri-adi inadkar və dözülməz olacaqsınız. Sakitləşmək və səhvlərə yol verməmək üçün axşamı tək keçirmək daha yaxşıdır.